Salam, əziz ulduz izləyiciləri. 19 iyul tarixi üçün ulduzların mesajlarını çatdırmaq vaxtıdır. Hazırsınızsa bürcünüzün bugün sizə nə pıçıldadığına birlikdə nəzər salaq. Qoç. Bugün sanki bir qığılcım kifayətdir ki, içərinizdəki o böyük enerjini alovlandırasınız. Hərəkətli, dinamik və bir o qədər də nəticəyə köklənmiş bir gündür. İşdə və ya şəxsi planlarınızda gözlədiyiniz o mühüm irəliləyiş məhz bugün baş verə bilər. Ancaq bir şeyi unutmayın, tələskənlik bəzən ən yaxşı ideyaların da üstünü örtə bilər. Biraz dərindən nəfəs alın, addımlarınızı tələsmədən, amma qətiyyətlə atın. Şəxsi münasibətlərdə isə partnyorunuzun sizdən gözlədiyi sadəcə biraz diqqət və səmimi bir dinləmədir. Axşamı özünüzə zaman ayırın, bəlkə də yeni bir hobbi və ya sevdiyiniz bir idman növü günün bütün yorğunluğunu çıxaracaq. Siz hər şeyin ən yaxşısına layiqsiniz, yetər ki istəyin. Buğa. Hüzur və rahatlıq. Bugün sanki sizin əsas şüarınız olacaq. Özünüzü o qədər sakit və arxayın hiss edəcəksiniz ki, heç bir kənar hadisə əhvalınızı poza bilməyəcək. Maddi məsələlərdə kiçik də olsa sizi sevindirəcək bir irəliləyiş gözlənilir. Lakin unutmayın ki, pul işlərində hər zaman ehtiyatlı olmaqda fayda var, iş yerində çox sakit bir ritm sizi gözləyir. Bu fürsətdən istifadə edib yarımçıq qalmış işlərinizi sistemli şəkildə tamamlaya bilərsiniz. Sevgi münasibətlərində isə sabitlik və etibar sizin üçün ən vacib xəttdir. Sevdiyiniz insanla keçirəcəyiniz sakit, ləzzətli bir axşam münasibətinizi daha da dərinləşdirəcək. Evinizdəki o rahat mühitdə bir fincan qəhvə ilə günün yorğunluğunu atmaq sizin üçün əsl mükafat olacaq. Əkizlər. Telefonunuzun susmadığı, ətrafınızda daim bir hərəkətliliyin olduğu bir gün sizi gözləyir. İdeyalarınız o qədər çoxdur ki, sanki hər kəsə çatmaq, hər kəslə danışmaq istəyirsiniz. Bugün yeni bir tanışlıq, gözlənilməz bir görüş sizə tamamilə fərqli bir dünyanın qapısını aça bilər. Odur ki, gələn hər dəvətə, hər söhbətə açıq olun, çünki gələcək uğurunuzun açarı bəlkə də məhz bu təsadüfi görüşdə gizlidir. Yeganə problem odur ki, diqqətiniz çox tez yayınır, bir işdən digərinə keçmək sizə çox rahat gəlir. Bugün biraz daha intizamlı olmağa çalışın ki, axşam evə gedəndə özünüzdən razı olasınız. Sevgi məsələlərində isə maraqlı bir sürpriz gözlənilir. Üzünüzdən o işıqlı təbəssümü əsla əksik etməyin. Xərçəng. Ruhunuzun o dərin, həssas və kövrək tərəfləri bugün sanki daha çox ön plandadır. İnsanların sizə olan münasibətini ürəyinizdə çox dərindən hiss edəcəksiniz, bəzən kiçik bir söz belə sizi kövrəldə bilər. Amma narahat olmayın, bu sizin ən gözəl, ən insani xüsusiyyətinizdir. İntuisiyanız bugün sanki bir kompas kimi sizi ən doğru yola yönəldəcək. Ailə məsələlərində isə sizin qayğınız və şəfqətiniz ətrafınızdakılar üçün ən böyük dayaqdır. İşdə biraz gərginlik olsa belə, siz öz sakitliyinizlə hamını idarə edəcəksiniz. Axşama doğru bəlkə də köhnə fotolara baxaraq şirin xatirələrlə dincələ bilərsiniz. Özünüzə qarşı şəfqətli olmağı, ruhunuzu incəliklərlə bəsləməyi əsla unutmayın. Şir. Səhnə yenə də sizindir, əziz şirlər. Sizin o təbii liderlik qabiliyyətiniz bugün elə bir səviyyədədir ki, daxil olduğunuz hər bir mühitdə bütün gözlər sizə çevriləcək. İş yerində və ya dostlar arasında öz sözünüzü deyəcək, qəbul olunacaq qərarlarda əsas söz sahibi olacaqsınız. Ancaq diqqətli olun, bəzən özünüzə olan bu qədər inam başqalarına biraz təkəbbürlü təsir bağışlaya bilər. Tənqidlərə və başqalarının fikirlərinə qarşı daha geniş ürəkli olmağa çalışın. Sevgi həyatınızda isə ehtiras və romantika sanki bir-birinə qarışıb. Partnyorunuza etdiyiniz kiçik, amma xüsusi bir sürpriz münasibətinizi daha da alovlandıracaq. Günün sonunda enerjinizi atmaq üçün dostlarla şən bir görüş planlamaq sizi daha da xoşbəxt edəcək. Qız. Mükəmməliyyətçi tərəfiniz bugün yenə də tam iş başındadır, amma biraz dincəlməyə nə deyərsiniz? Hər şeyi zərrə-zərrə incələmək, ən kiçik detalı belə nəzərdən qaçırmamaq sizin ən güclü xüsusiyyətinizdir, amma bəzən hər şeyi axarına buraxanda daha gözəl nəticələr alınır. Bugün işlərinizi planlayın, amma özünüzü o plana elə də bağlamayın, qəfil dəyişikliklərə qarşı daha çevik olmağa çalışın. Sağlamlıq mövzusunda isə özünüzə diqqət yetirin, bəlkə də uzun müddətdir təxirə saldığınız o kiçik istirahətə getməyin vaxtı çatıb. Axşamı sakit bir mühitdə, təmiz havada gəzərək, beyninizdəki o daimi nizam-intizam səsini biraz susturaraq keçirmək sizi tamamilə təzələyəcək.
Siz hər şeyin ən yaxşısına layiqsiniz. Tərəzi. Harmoniya, zəriflik və huzur. Bugün sizin üçün ən vacib olan şeylərdir. Tərəzi bürcü olaraq hər zaman hər şeyi bərabərləşdirməyə çalışırsınız və 19 iyulda bu bacarığınız ətrafınızdakı narazılıqları aradan qaldırmaqda sizə çox kömək edəcək. İnsanlar dərdlərini sizə açmaq, fikirlərinizi eşitmək üçün can atacaqlar. Maddi cəhətdən gözlədiyiniz bir alış-veriş və ya bir sərmayə ilə bağlı qərarınız sizi qənaətbəxş bir nəticəyə çatdıracaq. Estetik zövqünüz yenə də göz oxşayır, görünüşünüzdə etdiyiniz kiçik bir dəyişiklik gün boyu sizə özgüvən qatacaq. Sevgi münasibətlərində isə sakit və mehriban bir mühit sizi gözləyir. Axşam saatlarında sevdiyiniz bir sənət əsərinə baxmaq və ya sadəcə xoş bir musiqi sədası altında dincəlmək ruhunuzu rahatladacaq. Əqrəb. Sir dolu baxışlarınız, dərin hissləriniz bugün yenə də ətrafınızdakiları ovsunlayır. Sanki insanların nə düşündüyünü bircə baxışla anlayırsınız. İş həyatınızda əzmkarlığınız və qətiyyətiniz sizi qarşıya çıxan hər hansı bir maneədən asanlıqla keçirəcək. Amma unutmayın, bəzən hər şeyi kontrol altında saxlamaq insanı mənəvi cəhətdən yorur. Biraz rahat olun, qoy bəzi şeylər öz axarı ilə getsin. Sevgi məsələlərində isə bugün çox tutqulu və romantik bir abu-hava yaşana bilər. Partnyorunuza qarşı göstərdiyiniz səmimiyyət aranızdakı bağları daha da möhkəmləndirəcək. Günün sonunda bir güşəyə çəkilib, özünüzlə baş-başa qalmaq, daxili dünyanızdakı o zənginliyi biraz daha dərindən hiss etmək sizə çox böyük bir güc verəcək. Ox atan. Sizin o bitib tükənməyən azadlıq sevdanız bugün sizi yenə də yeni macəralara səsləyir. Rutin həyat sizin o geniş ruhunuza biraz dar gəlir, elə deyilmi? İşdə və ya təhsildə sizi sıxan nə varsa, bəlkə də bugün onlara başqa bir gözlə, bəlkə də biraz zarafatla yanaşmaq ən doğrusu olacaq. Yeni bir məlumat, fərqli bir mədəniyyət haqqında öyrənmək, dünyaya daha geniş bir rakursdan baxmaq istəyiniz bugün çox güclü olacaq. Pozitiv və hədsiz şən enerjinizlə ətrafınıza bir işıq kimi saçılırsınız və insanlar sizin yanınızda olmaqdan zövq alırlar. Ancaq xərclərinizə biraz diqqət edin, o qəfil həvəslərlə edilən alış-verişlər ay sonu büdcənizi sarsıda bilər. Həyatı bir macəra kimi yaşayın. Oğlaq. Zəhmət, intizam və məqsədə doğru gedən polad addımlar. Siz həqiqətən də öz üzərinizə götürdüyünüz hər bir işin öhdəsindən layiqincə gəlirsiniz. 19 iyulda uzun müddətdir üzərində işlədiyiniz bir layihənin nəhayət ki, müsbət nəticəsini görmək ehtimalınız çox yüksəkdir. Rəhbərlik tərəfindən gələn bir təqdir sizi həm qürurlandıracaq, həm də gələcək üçün daha da motivasiya edəcək. Amma unutmayın, həyat təkcə işdən və karyeradan ibarət deyil. Bugün biraz fasilə verin, ailənizə və sevdiklərinizə vaxt ayırın, onların sizin səmimiyyətinizə və diqqətinizə həmişəkindən daha çox ehtiyacı var. Axşam saatlarında sakitcə dincəlmək, işi evə daşımamaq ruhunuzun yenidən tam gücü ilə dolmasına kömək edəcək. Dolça. Siz həmişə fərqlisiniz, həmişə qəliblərdən kənardasınız və bu sizin ən maraqlı tərəfinizdir. Bugün yenə də insanların ağlına gəlməyən, tamamilə orijinal bir ideya ilə hamını heyran qoya bilərsiniz. İş mühitindəki köhnə, sıxıcı qaydaları yıxıb, hər şeyi daha yeni, daha fərqli bir formada qurmaq istəyiniz bugün çox güclüdür. Və bilin ki, bu inqilabı etmək üçün ən doğru zamandasınız. İctimai münasibətlərdə çox fəal olacaqsınız, yeni tanışlıqlar sizə gələcəkdə çox böyük imkanlar açacaq. Sevgi həyatınızda isə bəzən o müstəqilliyinizi və sərbəstliyinizi biraz kənara qoyub, partnyorunuza olan hisslərinizi daha səmimi və açıq şəkildə ifadə etməyə çalışın. Sizin o zəngin daxili dünyanız ən böyük xəzinənizdir. Balıq. Sizin o geniş, rəngarəng və hədsiz dərəcədə duyğusal xəyal dünyanız bugün sanki bütün reallıqla birləşir. İnsanların içindəki kədəri, sevinci bircə baxışla anlamaq sizin təbii istedadınızdır. Bəli, bu empatiya duyğusu sizi bəzən mənəvi cəhətdən yora bilər, amma unutmayın ki, bu sizin insanlarla qurduğunuz ən möhkəm bağdır. Yaradıcılıq potensialınız bugün ən üst səviyyədədir, bəlkə də uzun zamandır saxladığınız o yaradıcı işi tamamlamağın tam zamanıdır. İş mühitində çıxan çətinliklərdə isə məntiqdən daha çox öz ürəyinizin səsinə, o dərin hisslərinizə qulaq asın. Günün sonunda tək başına bir güşəyə çəkilib, sakit, huzurlu bir an yaşamaq ruhunuzu təmizləyəcək və sizi yeni sabahlara hazırlayacaq. Ulduzların bugünlük mesajları bu qədər idi.
Ümid edirəm ki, gününüz məhz arzuladığınız kimi sevinc və hüzur dolu keçər. Özünüzə yaxşı baxın, növbəti görüşədək.